Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil veliyyekel ferec. Məkasib kitabından 303-cü dərsi oxuyuruq. Məsələmiz də sizə məlumdur. Biz bir müddətdir ki, münəccim haqqında oxuyuruq. Məsələ də bundan ibarətdir ki, münəccimlər kafirdir, yoxsa kafir deyil. Əlbəttə, bu barədə müxtəlif fikirlər deyilibdir və keçən dərsimizdə mərhum Şeyx Murtəza Ənsari Məclisidən bu sözü nəql elədi ki, Məclisi buyurub, əgər bir münəccim zəruriyyat dini ulduzlara nisbət versə, bu kafirdir. Məsələn, zəruriyyat din nə kimi? Xəlq kimi, rızq kimi, ihya kimi, imatə kimi keçən dərsdə oxuduq. Əgər münəccimin əqidəsi bu ola ki, ulduzlar xəlq eləyir, ulduzlar ruzi verir, ulduzlar öldürür, ulduzlar dirildir, bunlar müxalif zərurət dindir. Bu söz müxalif zərurət dindir və belə bir münəccim kafirdir. Və lakin bugün Şeyx Şəhid əvvəlin sözünü oxuyuruq. Şəhid qəvaiddə belə deməyibdir. Şəhid əvvəl qəvaid kitabında buyurubdur ki, o münəccimi ki, etiqadı budur ki, ulduzlar yerdə təsir göstərir və lakin müəssir əzəm Allahdır. Belə olduğu təqdirdə şəhid əvvəl münəccimi kafir bilmir. Və dəlili nədir? Və nə üçün belə deyibdir? İnşallah bugünkü dərsimizdə onu oxuyarıq. Ona görə də mərhum şeyx buyurur, lakin zahiru şeyxuna şəhid bil qəvaid. Lakin bizim ustadımız Şəhid əvvəl qəvaid kitabında söylədiyi sözün zahiri budur ki, əl-ədəm. Əl-ədəm, yəni o münəccim kafir deyil. Və şəhid əvvəl nə deyibdir? Hansı sözdə deyibdir? Buyurur, fəinnəhu bədə zikril kəlam əlləzi nəqəlnahu minhu sabiqən. Mərhum şeyx buyurur, biz şəhid əvvəlin sözünü qabaqki dərslərdə nəql elədik, söylədik. O sözünü söyləyəndən sonra şəhid əvvəl qalə deyibdir. Yəni, qabaqki dərslərdə şəhid əvvəlin sözünü mərhum şeyx nəql eləmişdi. Buyurur, o sözdən sonra şəhid qəvaiddə buyurub. Və in etəqədə ənəha təfəlul asarul mənsubə iləyha. Əgər bir münəccimin etiqadı bu ola. Və in etəqədə, yəni əgər münəccimin etiqadı bu ola ki, ənəha təfəlul asarul mənsubə iləyha. Əgər etiqadı bu ola, ulduzlar yerdə olan hadisələri eləyir, o əsərləri qoyulur və o nisbət verilir o ulduzlara. Vəllahu subhanahu huval müəssirul əzəm. Amma etiqadı da bu ola ki, Allah böyük müəssirdir.
Etiqadı buldu, ulduzlar yerdə əsər eləyir və lakin böyük müəssir Allahdır. Belə bir münəccimin etiqadı olsa, şəhid deyib və huva muxtiun. Bu xəta eləyibdir. Yəni şəhid burada bu münəccimi kafir bilmir və lakin buyurur bu muxtidir, bu xəta eləyibdir. Bu etiqadında xəta eləyibdir. Nəyə görə xəta eləyibdir? İz la həyatə lihazihil kəvakib sabitətən bidəlilin əqliyyin əv nəqliyyin. Ona görə xəta eləyibdir ki, deyibdir ki, bu ulduzların həyatı yoxdur. Bu ulduzlar diri deyil. O ulduzlar diri deyil, onlar sabit deyil. Nə dəlil-i əqlimiz ona var, nə nəqli. Yəni dəlil-i əqli və dəlil-i nəqli yoxdur ki, ulduzlar diridir və onlar sabitdir. Əgər buna dəlil olsaydı, bir dəlil olsaydı, əqlən ya nəqlən desəydilər, bu ulduzlar diridirlər və sabitdirlər, onda o etiqadı eləmək olardı. Və lakin ulduzların diriliyinə nə dəlili əqlimiz var və nə dəlili nəqlimiz var. Vaxtı ki, belədir, necə deyə bilərik ki, bu ulduzlar yerdə əsər qoyurlar və bu hadisələri yaradırlar. İntaha. Bu, şəhid-i əvvəlin nəzəridir, fikridir, belə bir etiqadda olan münəccimin haqqında. Bəs şəhid məclisidən fərqli olaraq belə bir etiqadda olan münəccimi kafir bilmir. Və zahiruhu, şeyx buyurur, şəhid-i əvvəlin sözünün zahiri budur ki, ənnə ədəməl qovlu bezalik, bu ki, deyir ki, belə bir etiqadda olan münəccim kafir deyil. Dəlili nədir? Lə-ədəmil muqtəzi lə. Çünki buna dəlil yoxdur. Və huvət dəlil. Ədəmil muqtəzi lə, yəni huvət dəlil. Buna dəlil yoxdur. La li vücudil mani minhu. Nəinki bu dinin zəruriyyətini inkar eləməkdir. Və huvə eniqadu zərurə əla xilafihi. Bəs bu elə bir zərurət münəqid olur onun xilafına. Və huvə mümkünün. Mümkünün, yəni ulduzların diri olmağına və iradə eləməyi mümkündür. Müntəha dəlilimiz yoxdur. Qeyru məlumul vuqu. Mümkündür, amma baş verməyi mümkün deyil. Yəni məlumul vuqu məlum bilinmir. Yəni onun vuqusu məlum deyil. Məsələn, bir dəfə deyirsən ki, filan şey mümkün deyil. Bir dəfə deyirsən ki, filan şey mümkündür, amma vaqe olmağı məlum deyil, olmağı məlum deyil. Bir dəfə deyirsən, uçmaq mümkün deyil. Yəni mahal deyil. Bu cür deyil. Yəni ulduzların iradə eləyib və diri olmağı mahal deyil və lakin onların diri olmağı və iradə eləməyi məlum deyil. Məlumul vuqu deyil. Məlumul vuqu deyil. Yəni baş verməyi mümkün deyil, görməmişik. Yəni baş verib ya verməyib, bu bizə məlum deyil. Bəs burada şəhidin sözünün zahiri budur. Və ləəllə vəchəhu. ehtimal var. Vəchi buna görədir ki, ənnə zəruri ədəmu nisbətu tilkəl əf'al ilə failin muxtarin və ixtiyarin müstəqillin müğayrun li ixtiyarillah. Zərurət budur ki, belə bir feilləri, belə bir feil dedik, xəlqdir, rizqdir, ehyadır, imatədir.
belə bir feilləri nisbət verəsən bir dənə failə ki, muxtardır, müstəqillidir və özünə müğayirdir Allahın ixtiyarı ilə. Bəs bu zərurət budur ki, bunları belə bir failə nisbət verməyəsən. Yəni belə bir feilləri nisbət verməyəsən belə bir failə ki, o müğayirdir Allahla. Yəni belə deyəsən ulduzlar faildir, muxtarı, müstəqillidir və bu feilləri də bunlar eləyirlər. Zərurət budur ki, belə bir şeyi onlara nisbət verməyəsən. Kama huva zahiru qavlul mufavvizə. Necə mufavvizənin qovlunun zahiri budur. Bəs zərurət budur. Amma istinadu iləl fail və iradətillahil muxtar və eyni məşiyyəti və ixtiyarı hətta yəkune kəl-alə və ziyadəti şuur və qiyamul ixtiyar beheysu yəsdiqu ənəhu feyləhu və feylullah fəla. Amma gələsən bu feilləri istinad verəsən bir dənə failə ki, Allahın iradəsi var, onun da ixtiyarı Allahın əlindədir, Allahın məşiyyətindədir və o bir alət kimidir və o Allahın ixtiyarı ilə qaim olur və nisbət verilir Allaha, bunun eybi yoxdur. Məsələn, deyəsən ki, ulduzlar elə bir alət kimidir, Allahın iradəsi ilə hərəkət eləyir. Onların göstərdiyi təsir də Allahın məşiyyətidir. Allahın göstərdiyi əmrdir. Allah onların hamısını alət kimi onlar elə Allahın ixtiyarı ilə dururlar. Yəni nisbətin verəsən Allaha, bunun eybi yoxdur. Bunun heç bir zərəri yoxdur. Bunu demək olar, bunun heç bir müxalifətliyi də yoxdur. Bunlara kafir də demək olmaz. Elhamdülillahi Rabbil aləmin.